Kopenhagenla maç çox vacibdir. Leandro Andrade, Azərbaycan xalqını sevindirməyə çalışacağıq. Leandro Andrade, Qarabağın yarım müdafiəçisi, Çempionlar Liqasının əsas mərhələsinin ikinci turunda Kopenhagenla qarşılaşma öncəsi keçirilən mətbuat konfransında mühüm fikirlər səsləndirib. Bu maç bizim üçün çox vacibdir, deyən Andrade, Azərbaycan azərkeşlərini sevindirmək istədiklərini bildirib. Futbolçu, yenidən bunu etmək şansımız var, meydanda bacardığımızı edəcəyik. O, Kopenhagenin güclü komanda olduğunu da vurğulayıb, Çempionlar Liqasında zəif rəqib yoxdur. Andrade, Tofiq Bəhramov stadionunu doğma divarlar adlandıraraq, stadionun atmosferinin onlara motivasiya verdiyini deyib. Qalibiyyət üçün hər şey edəcəyik, tam olaraq bu oyuna fokuslanmışıq, deyə vurğulayıb. Maç haqqında qısa məlumat. Qarabağ, Kopenhagen. Tarix 1 oktyabr saat 20:45. Stadion Tofiq Bəhramov adına Respublika stadionu. Sual, sizcə Qarabağ bu oyunda sürpriz nəticə göstərə biləcəkmi?